Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Deməli, iftiraçı və cahil Vəhabi kanalı, hansı ki saxtakarlıq eləyirlər, alimlərimiz adından yalanlar kəsib doğrayıb video düzəldirlər. Bir video qoyublar sonuncu dəfə kanala, Qurana dil uzadan şiəizm. Bu adda bir video qoyublar. Deməli, video başlayanda belə bir söz işlədirlər. Bu danılmaz bir faktdır ki, həqiqətdir ki, şiə məzhəbi Quranın təhrifi etiqadındadır. Bu danılmaz bir fakt və inkar olunmaz bir həqiqətdir ki, şiə məzhəbi Quranın təhrifi etiqadındadır. Baxın, insanlara söz çatmır. Biz ona görə bizim əimmədən aleyhimussalam imamlardan gələn hədislərə əsasən cahilləri boşlamaq lazımdır. Bu insanlara söz çatmır ki, şiə məzhəbi Quranın təhrifinə etiqad eləmir. Yəni sən belə dürüst insansansa, qiyamətin günündə cavab verəcəksən axı. Şiə alimləri arasında kimlər deyibsə bunu, onların adını çək və deməyənlərin də adını çək. Niyə hansısa biri deyirsə, gətirirsən ondan şiə qum elmiyə hövzəsinin ustadı? Heç girib baxmamışam deyə videoya. Mən 100% bilirəm ki, yəni bura qədər kəsib doğran orada nəsə bir şey eləməsi ehtimaldır. Heç ehtiyac da görmürəm. Yəni aydın məsələdir o. İndiyə qədər nələri kəslər doğradılar, alınmadı. Sən ən azı deyə bilərsən ki, filan alimlər belə deyirlər, etiqad edirlər, filan alimlər etiqad etmirlər. Və gücün də çatır o etiqad edən alimlərin dəlillərini pus elə, isbat elə ki, Quran haqqındakı mövqe sən deyən kimidir, təhrif edilməyib. Amma yox, nə deyirlər? Şiə məzhəbi Quranın təhrifi etiqadındadır. Yəni çatmır bu adamlara. Bu adamlara yüzlərlə kitab qoy qabaqlarına, kitablar yazıblar Quranın təhrif edilmədiyinə dair, amma kanal saxtakarın biridir. Yəni özlərini əhl-i-sünnə hesab edirlər bunlar. Peyğəmbər sünnəsinin əhli hesab edirlər. Sonra deyirik ki, İmam Nəvəvidən ilham alırsınız, Məqsud Məhmuda görə nə gəldi, yalanlar danışırsınız, azıqlarına gəlir. Yəni, Quran İmam Osmanın zamanında cəm edilərkən, ayələrin tərtibi, yəni sıralanması, səhabələr tərəfindən bilərəkdən pozulmuşdu ki, ayələrin mənası dəyişilsin. Necə ki, Yahudilər də Tövratı bu cür təhrif etmişdilər. Uca Allah onların bu təhrifi barədə xəbər verərək buyurur, Yahudilərdən bəziləri kəlimələrin yerini dəyişdirir. Sonra güya fikrini əsaslandırır ki, bilərəkdən sahabələr tərəfindən pozulub ki, ayələrin mənası dəyişilsin. Güya bunu təhrifə hesab edir. Və hər kim desə ki, bəli, ayələrin yeri dəyişilib, bu deməli təhrifə etiqaddır. Təhrif sözü təhlükəli sözdür axı. Baxın, görün necə hiyləgərdilər. Quranın mənası dəyişilir. Quranın hardan mənası dəyişdir ki, əlimizdə təfsir var. Niyə hiyləgərlik elib yalandan danışırsınız? Əlimizdə təfsir var. Biz indi hal-hazırda ki, Quran bizdədir, şiə və sünni təfsirləri var da hər ayəyə görə. Şiə təfsirinə baxırsan, bu ayələr haqqında bir təfsiri bu cür buyurur. Sünni mənbələrinə baxırsan, hədis rivayi olsun və yaxud qeyri-rivayi, bu ayələrin haqqında bu cür buyurur. Orada deyəndə bu ayə bundan sonra da bu ayə filan yerdə nazil olub, hər şey aydın açıq-aşkar başa düşülür də. Yəni ayələrin yeri dəyişiləndə məna dəyişilir. Hiyləgərliyə bax. İkinci hiyləgərliyə bax. Ayə gətiriblər Nisa surəsi 46-cı ayə. Yahudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir. Bunu güya bizə görə gətiriblər. Kəlmələrin yerini dəyişdirməklə deməli, ayələrin yerinin dəyişilməsini kimsə deyirsə, bu eyni şeydir. Gör necə ayəni, hansı ayəni gətirib harda tətbiq eləyirlər. Yəni, indi yəqin öz aləmlərində bir, belə deyək ki, uyğunlaşdırma aparmaq istəyiblər ki, şiə deyir ki, sahabələr dəyişdirib, yahudilər dəyişiblər. Deməli, sahabələr yahudilərdilər. Bax, görürsən necə, sahabə mövzusunda bu cürlərdir, ona görə qaçırlar. Yəni, bir kanal rəhbərliyi nə qədər Vəhabiləri, ilahiyyatçıları çıxır orada danışır. Bir nəfər cürət eləyib sahabə bəhsinə gələ bilmir. İndi bu bəhsdə özlərini güclü hesab ediblər və sahabələr cəmdə, onların alimləri də bu cürdür. Bin Bazın çıxışına bax, digərlərini bax, şiəni elə qələmə verirlər ki, güya hətta sahabə mövzusunda belə şiələr bütün sahabələri pisləyirlər. Yox, belə deyil. Burada da güya sahabələr və yahudilərə bənzətmək üçün bir şey elə binsilər şiənin adına, amma alınmayıb. Kəlmə dəyişmək hara, ayələrin yerinin dəyişilməsi məsələn hara. Sonra deyir ki, Əhl-i sünnəyə görə tərtibat tovfiqidir. Tovfiq qonşumuz deyə tovfiqi deyil, tavqifidir. Tovfiqi yazıb tovfiqi də oxuyurlar. Şiələrdən fərqli olaraq əhl-i sünnətə görə ayələrin tərtibatı tovfiqidir. Yəni, hansı ayədən sonra hansı ayə yazılacaq? Nə qədər kitablarında var. Nə qədər kitablarında var. Elə Səhih Buxardan, Müslimdən gətirdi, yenə gətirəcəyik.
ki, nələr ayələr, surələr var idi, nə böyüklükdə surələr vardı, yoxdur indi bunların Quranlarında. Fırladıblar ki, yox, nədir? Tilavət nəsx edilib. Və başlayıblar öz bu məsələdən qaçmaq üçün bəzi məsələlər çıxarıblar ortaya ki, güya tilavət nəsx edilib. Onu da sübut eləyə bilmirlər. Sonra bu bədbəxtlər bir dənə yazı qoyublar mənimlə bağlı. İndi isə ağası Əl-Quranı müdafiə etmək istəyən bədbəxt Qasimini deyil, Qasim da adım. Nə düz oxuya, nə düz yaza bilmirlər öz dillərində. Ərəbi başa düşmək istəyirlər. İndi isə ağası Əl-Quranini müdafiə etmək istəyən bədbəxt Qasiminin sözlərinə diqqət edin. Baxın, binbaz.org.sa saytına müraciət edirik. Vəhabilərin baş müftisi Binbazın saytı deyir. Həl tərtibu əsma'i suvarul Quran təvqifiyyun. Bu başlığı yazın. Binbazın səsi də qoyulub ora. Cavabda deyir ki, əmmə tərtibuhə fil mushafi, surələrin mushafdə, Quranda olan tərtibi, ardıcılığı, əl-bəd'u bil-həmdi, thumma əl-bəqara, thumma əli İmran, ilə əxirihi, həzə tərtibu min ictihadi sahabəti. Deyir ki, Quran ki, həmdlə başlayır, sonra Bəqərə gəlir, sonra Ali İmran gəlir, Quran axırına qədər olan surələr, deyib, bu tərtib sahabələrin ictihadındandır. Sahabələr ictihad ediblər, surələri bu cür tərtib ediblər. Əl-Qurana qədər rəhməhullah o cür etiqad edir. Ay kələkbaz cahil, özünü ağıllı sayıb cəmaatı qoyun yerinə qoymusan? Şeyx İbn Bazın dediyi surələr arası tərtibatdır ki, bu məsələ alimlər arasında ixtilaflı bir məsələdir və bunun təhriflə heç bir əlaqəsi yoxdur. Yəni, Osmanın zamanında Quran cəm edilərkən hansı surədən sonra hansı surə gələcək, bu səhabələrin ictihadı ilə olub, yoxsa bunu da Allah Rəsulu təyin edib. Bu, alimlər arasında ixtilaflı bir məsələ. Sonra mən bunların müftisindən Bin Bazdan misal gətirmişəm ki, orada bir dənə söz keçir, deyir ki, əmmə tərtibuhə fil mushafi. Və dilimlə də demişəm ki, surələrin tərtibi Quranda. Surələr sözünü işlətmişəm. Bunu bilmirəm indi qulaq asmayıblar, ya həmin vaxtı, ya qulaq asan başqa adamdır, cavab verən başqa adamdır, bir-birlərindən xəbəri yoxdur. Götürüb yazıblar ki, ay kələkbaz cahil, bəs o surələrin tərtibindən danışır. Mən də demişəm də surələrin tərtibindən. Mən nə demişəm ki, güya indi sən cavab verirsən, yəni eyni şey mən demişəm də. Cəmaatı siz qoyun yerinə qoyursunuz, güya video hazırlamışsınız. Sonra bu bədbəxtlər deyir ki, ayələr arasında dəyişiklik olanda, bəs bu mənaya təsir edir birbaşa. Yəni ayələr arası tərtib pozulanda birbaşa mənaya təsir edir. Heç də təsir eləmir. Təfsir var, qeyd etdiyimiz kimi təfsirə müraciət edirik. Sonra mən bunların ötən videolarında demişdim ki, siz ki deyirsiniz mövcud Quran və bu məntuqdan belə bir məfhum çıxarmışlar ki, əlimizdə mövcud olmayan da Quran var. İndi bu söz bunların xətrinə deyib. Götürüb yazıblar ki, eybi yox, siz şiələr təqiyyə etməyinizə davam edin. Biz əhl-i sünnət də güya sizin maskanızı cıracağıq. Bəs əlimizdə mövcud olmayan Quran var, yoxsa yox. Sonra götürüblər həmin Əl-Quran ağa rəhməhullah onun videolarının birini ki, belə bir tərcümə də ediblər. Əli də Quranı cəm etdi və biz belə etiqad edirik ki, onun yazdığı Quran bu Qurandan fərqlənir. Həm surələrin tərtibatına, həm də ayələrin tərtibatına görə fərqlənir. Quran əlimizdəki Quranda artırılıb, azaldılma olduğunu demirik. Amma tərtibatına görə İmam Əlinin əleyhissalam cəm etdiyi Quranla fərqlidir. Və bildirir ki, bu Quran da hüccətdir bizə. Bir sözlə, ay Qasım, sənin kimlərdə bir tərəflərdə özünü ağıllı sayılan axmaq deyirlər. Yazıblar videoda ki, əlimizdə mövcud olan Quran ibarəsinə diqqət etdinizmi? Həmişə nəsə tapıblar kişilər. Deməli, əlimizdə mövcud olmayan Quran da var. Biz dəfələrlə demişik ki, vəhabilərin fəhmində problem var. Bunlar adi alimlərimizin sözlərini başa düşə bilmirlər, hədislərimizi başa düşməyə çalışırlar güya. Baxın, Əl-Qur'anul mövcud deyir bir nəfər. Bu o mənanı verir ki, bunun məfhumu budur ki, yəni əlimizdə olmayan Quran da var. Eybi yoxdur. Siz şiələr təqiyyə etməyinizdə davam edin. Biz əhli sünnət də sizin maskalarınızı cırmaqla məşğul olaq. İndi görək siz şiələrə görə əlimizdə mövcud olmayan Quran da var, yoxsa yoxdur? Əl-Qur'anul Kərim əmərən Nəbi sallallahu aleyhi və aleyhi. Allah Rəsulu məhz Əliyə Quranı toplamağı və onu yazmağı əmr etdi. Əkmələ cəm'əhu. Əli də Quranı cəm etdi və biz belə etiqad edirik ki, onun yazdığı Quran bu Qurandan fərqlənir. Həm surələrin tərtibatına görə, həm də ayələrin tərtibatına görə fərqlənir. Əlimizdə olan Quranda hər hansısa bir artırılması və azaldılması olduğunu demirik, amma bu Quran Əlinin cəm etdiyi və hal-hazırda Mehdidə olan Quranla tərtibatına görə fərqlidir. Bəs elə isə bu Quran bizim üçün hüccət sayılmırmı? Yox, hüccət sayılır. Çünki insanlar, yəni digər müsəlmanlar kimi bizə də Quranı oxumaq əmr edilmişdir. Və bizim əlimizdə onsuz da bu Qurandan başqa nüsxə yoxdur. O biri nüsxəyə gəldikdə isə o Əhl-i Beytdədir. Mehdi zuhur edib o Quranı ortaya çıxartdıqda hamımız ona tabe olacağıq. Nemətullah Əl-Cəzairi bir çox şiəni maraqlandıran bir sualı belə cavablandırır. Yəni bunu da göyə gətirməklə nə etmisiniz ki? Nə dəyişilib ki? Biz elə birinci videoda qoyduğunuz videodan da açıq-aşkar zaten bilinirdi. Ona sual verirlər. Deyir ki, bu Quran hüccətdir. Biz icazə vermərik kimsə
təhrif etsin və təhrifə də etiqad etmirik. Açıq-aşkar deyir də, yəni güyəndə bu videonu gətirməklə nə etmisiniz ki? Zaten açıq-aşkar orada deyir ki, əgər imam çıxsa, gəlsə, zuhur eləsə, desə ki, filan ayə filan yerdə olmalı, filan ayə filan yerdə olmalıdır. Biz o məsumdur, yəni düz deyir, həqiqət onun dediyi kimidir və salam elə olacaq. Zaten yəni deyib də nə fərqli, nə bir şey dəyişilib ki. Yəni bu videonu niyə düzəltmisiniz ki? القرآن الكريم محرف أم لا؟ وإذا كان الجواب نعم محرف هل يجوز أن نقرأ القرآن الذي بين أيدينا؟ Fəqiyyə ustası Şiə alimi Əli Əl-Qurani'nin cavabına diqqət edin. القرآن الموجود هذا هو صحيح ولا نعتقد بتحريفه وما نسمح لأحد يقول بتحريفه. هذا القرآن الموجود هو حجة علينا. هذا القرآن الموجود هو حجة علينا إذا طلع الإمام المهدي سلام الله عليه وراد يعدل ببعض آية مكان هذا خصه هو مهدي معصوم من ربه. Nemətullah Əl-Cəzairi və kim rahmehumullah alimlərimiz haqqında nə gətirirsiniz? Onların bəhsi ayrıdır. Yəni onu buna qatma. Bu alim deyib, deməyib. Kim nə deyib onu gətirmək lazımdır. Biz məsələn Vəhabilərin bəhsi var. Allah inəndə ərşi boş qalır. 3 dəstəyə bölünüblər. Bəziləri deyirlər boş qalır, bəziləri deyirlər boş qalmır, bəziləri təvaqquf ediblər, danışmayıblar, susublar. Onlar ki, dəfələrlə biz sizlə bəhslər qoymuşuq bu barədə. Bəhsə də çağırmışıq. Bu barədə də gəlmirlər bəhsə. Onlar ki, deyirlər enəndə yeri boş qalmır. Deyirlər boş qalsa sən müşəbbihəsən. Çünki mən yerimdən qalxanda yerim boş qalır. Sən deyirsən Allahda da bu cüdə Allahı məxluqa bənzətmisən. İndi biz sizə sual verək ki, yaxşı o alimlər ki, deyirlər yox yeri boş qalır. Onda onlar müşəbbihədir. Çıx cavab ver buna. Alimlərimiz müşəbbihətdir, onun da sünni alimləri. Sünni yəni əşəri yox ha, özlərini bunlar əhl-i-sünnə hesab edirlər Vəhabilər. Onda onlar müşəbbihədir, kafirdirlər onda onlar. Yəni bir alim belə deyirsə, bunun dəlili budur. Bir alim də elə deyir, onun da dəlili budur. Onu buna qatmaq lazımdır. Yəni Əli-Quran ağanın rahimehullah sözünü boynuna qoymaq istəyirsən ki, təhrifə etiqad edib, gedib başqa kitablara, başqa alimlərə müraciət edirsən. Kim hansı dəlil əsasən nə deyibsə, onun o dəlil əsasında, o məbna əsasında o ilə bəhs eləmək lazımdır. Elmi bəhs bu cür olur. Elmi məsələlər bu cür xırdalanır. Sonra o cümlə işlətmişsə mənim haqqımda. Sənin kimlərinə biz tərəflərdə nə bilim axmaq deyirlər və s. Əvvəla təhqirə qapı açmayın. Təhqirə qalsa bizə təhqir edə bilərik. Axmaq üzvüsüz deyə bilərik. Təhqirə keçməyin. Təhqir qapısını açmayın. Yəni arxası gəlsə yaxşı olmur sonra. Axmaqlığı qalanda sizin etdiyiniz axmaqlıqdır. Bilirsən niyə görə? Ona görə ki, sən özün biz bundan qabaqçı videoda dedik ki, kişilik eləyin, yəni hünər göstərin. Vəhabilərin öz təbiri ilə. Hünər göstərin. Əli-Quranın rahimehullah digər videolarında göstərin. Canlı sual verirlər, cavab verir. Təqiyyə eləmir. Açıq-aşkar bunu demişik. Yəni kişi təqiyyə eləmir rahimehullah. Bütün videolarda göz qabağında YouTube-da indiyə qədər də qalıb. Bu təqiyyə ustası nə qədər gizlətmək istəsə də bu dəfə alındıra bilmədi. Baxın, bu insan təqiyyə ustası deyil. Onun şəxsi kanalında Quran təhrifi haqqında nə qədər videoları var. Siz kişilik eləyib həmin videoları gətirib qoymursunuz ki, açıq-aşkar əqidəsini orada göstərib nə təqiyyə? Ki açıq-aşkar ona sual verirlər, canlıda zəng vururlar, danışır. Açıq-aşkar əqidəsini ortaya qoyub. Quran-ı Kərimin təhrifinə etiqad etmir. Nə təqiyyə var burada? Kişilik elədilər, bir dənə video gətirdilər. Çünki axı o söz bunlara təsir eləyib. 7 qatlarından keçib. Yəni saxtakarlıq edirsiniz də, videolarını gizlədirsiniz. Saxtakarlıqdan qaçıb bu ləkəni alınlarını atmaqdan ötürü zaten neçə videoda göstərdik, saxtakarlıq eləyiblər. Seyid Elman qardaşımızın da videosunu göstərdik. Saxtakarlıq ləkəsini alınlarını atmaq üçün bir dənə video tapıb gətirdilər. Yenə də özlərini pis vəziyyətə qoydular. Niyə? Ona görə ki, bu videoda özün qoymusan ortaya ki, bu videoda deyir ki, bu Quran bizə hüccətdir və İmam Əlinin yazdığı Quran var, ayələrin, surələrin tərtibi fərqlidir, amma mənasında fərq yoxdur. Deməli, o video var da, varsa deməli bu təqiyyə deyil. Açıq-aşkar mən ona görə birinci videoda da dedim ki, açıq-aşkar bu şəxs videoları var, kanalı var, şəxsi kanalı. Hər gün zəng vurur, sual verirlər, cavablandırır, heç bir də təqiyyə eləmir. İndi gəliblər güya özlərini təmizə çıxarmaq üçün tapıblar bir dənə video düzəldiblər ki, bax Əli-Quran ağa belə deyir, rahimehullah. Biz bunu illər əvvəl bilirik. Əgər Quranın təhrif olunmadığını dilə gətirən şiə həmvətənlərimiz öz iddialarında səmimi və haqlıdırlarsa, o zaman şərh bölümünə gəlib bu cür yazsınlar. Quranın təhrif olunduğunu deyən hər kəsə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Sonda sual vermirsən ha, Quranın təhrif olunduğunu deyən hər kəs
Hər kəsə Allahın mələklərinə və bütün insanların lənəti olsun. Güya bunu gətirib ki, hər kəs Quranın təhrif edildiyinə etiqad eləmirsə belə düşün. Sən o alimlərin ki, deyirlər Allah ilə də yeri boş qalır. O alimlər o biri alimlərin rəyinə əsasən müşəbbihədir. Çünki o biri alimlər deyirlər enəndə yeri boş qalır. Məşhur rəy də budur. Allah Subhanahu taala yer üzərinin səmasına enəndə ərş boş qalır. Allahdan xali olur ya yox. Bu məsələdə təbii olaraq 3 dənə cavab ortaya çıxa bilər. 1. Ərş boş qalır. Ərş Allahdan xalidir. İkincisi, Allahdan xali deyil. Üçüncüsü, suruq. Nə bunu isbat edirik. Heç nə demirik. Bu arada danışmırıq. Və bil ki, sələf üləmasından, alimlərin cümhuru, hansı ki, haqq olan rəy də budur, sonuncu 2 rəydir. Yəni, ərş Allahdan xali deyil, ya da bu məsələdə suruq. Mən məsələn 2 misal çəkeyim, əslində bu kifayət yeyir. Məsələn, mən indi burada oturmuşam. Mən buradan durub geçsəm ora. Bura boş qalacaq? Qalacaq. Bu məxluq olaraq mənim üçün qanundur. Bu qanun Allah Subhanahu taala üçün kəsərlidir. Kəsərlidir desən müşəbbihəsən. Məcbursən deyəsən ki, xeyr. Məsələ bitdi. İndi sən o kəslər ki, deyirlər yeri boş qalanda eşiyə o müşəbbihə sayılır. Hər kəs desə ki, Allah ilə də yeri boş qalır, o müşəbbihədir. Onda çıxın deyin ki, hər kəs desə ki, Allah ilə də yeri boş qalır, o sünnə alimləri və Vəhabi alimləri ki, deyirlər, rahimehullah deyirsə onlara, alim, imam bilirsiniz, deyin onlar müşəbbihədir. Allah onlara lənət eləsin, kafirlər Allahı məxluqa bənzədirlər. Vəlhamdülillahi rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.